Salam dəyərli dostlar, hörmətli tamaşaçılar, xoş gördük hər birinizi. Bu gün mayın 10-u kimlərə görəsə ad günüdür, kimlərə görəsə bayramdır, amma mənə görə isə bu günün qəhrəmanı efirdə mənlə yanaşı duran bu şəxsdir. Bunun adı Sahibdir. Sahibi yəqin ki çoxlarınız tanıyır. Mən onu 10 maya bu günə damğa vuran, möhür vuran insan kimi xatırlayıram, belə qiymətləndirirəm. Sosial şəbəkələrdə, xüsusən YouTube-da Sahibin Gül bayramı ilə bağlı, yəni mayın 10-u üçün quraşdırılan bir bayramla bağlı tarixi bir çıxışı var. O çıxış haqqında danışmaq istəyirəm. Bu çıxış milyonlarla insan tərəfindən baxılıb, yayılıb. Bu çıxışın tarixi ruhlu barəsində bir neçə kəlmə fikrim var ki, bildirim. Azərbaycanda növbəti Gül bayramı keçiriləcək. İqtisadçıların hesablamasına görə bu bayrama hər il bir gündə 12 milyondan çox dövlət vəsaiti xərclənir. Sizin bu vəsaitin xərclənməsinə münasibətiniz necədir? Bunu necə qiymətləndirirsiniz? Mən bunu qəşəng qiymətləndirirəm. Deməli dostlar, mən bir aydınlıq gətirməliyəm bu məsələyə. Bu videonu mən çəkmişəm, yəni orada sual verən mənəm, amma görüntülərdə görə bilmirsiniz. Bu da təbiidir. Deməli, sizin diqqətinizə bir şəkli çatdırım. Burada biri mənəm, o birisi bu görüntüləri çəkən bizim dostumuz, əməkdaşımız, Azadlıq qəzetinin əməkdaşı Xalid Qarayevdir. Bu şəkil bizim Azərbaycanda mən fəaliyyət göstərərkən çəkilib. Xalidlə biz ikimiz o zaman Azərbaycan saatı yenicə efirə başlamışdı. İndi bildiyiniz kimi o kanal, o proqram Turan TV-də fəaliyyətini davam elətdirir Qənimət Zahid tərəfindən. Bu kanalı yaradarkən bizim imkanlarımız elə indiki kimi həddən artıq məhdud idi. Texnikamız yox idi. Çəkilişlər çox çətinliklə yaranırdı. Verilişləri hazırlamaq, çünki özümüzün peşəkarlıq, bu sahədə peşəkarlığımız yox idi. Hər şey sıfırdan. Və biz çox böyük hansı çətinliklə izləşirdik? Xalid Qarayevlə biz vaxtaşırı Bakıda belə sorğular keçirdirdik. Müxtəlif suallarla insanlara müraciət edirdik. Təbii ki, bizim suallarımız müxalif yönlü idi, amma insanlar bizi eşitmədən qaçırdılar. Niyə qaçırdılar? Deyirlər ki, onsuz da hamınız yalan danışırsınız, hamınız satqınsınız, yalancısınız, flansız, bəsmekansız. Danışmırdılar insanlar bizə. Və Xalid Qarayev, bizim bu kameraman dostumuz, bu məsələlərə çox hiddətlənir. Çünki adi bir sorğu, tutaq ki, 10 nəfər cavab verəcək. Onu almaqdan ötürü biz yalan olmasın 50-60 insana üst tuturduq. Onlar da bizdən qaçırdılar. 50-60 adamdan cəmi 3-ü 4-ü bizə danışırdı. Və Xalid buna hiddətlənirdi ki, biz bu insanlar üçün əziyyət çəkirik, bu qədər riskləri götürürük. Pulsuz, parasız. Mən deyirdim ki, Xalid, yox, bu əslində bir yaxşı məqamdır. Ona görə ki, bu reaksiya, insanların bizdən qaçışı bizə görə deyil. Bu, hakimiyyətin yaratdığı və insanları allatmağa çalışdığı o kanallar ki var, telekanallar, AzTV və onun balaları, onlara münasibət. Daxı biz yeni yaranmışıq 2012-ci ildə. Yeni yaranmışıq, insanların çoxu bizi tanımır. Bizi də əlində kamera götürüb çəkiliş aparan insanları da hesab edir ki, hökumətin təbliğatçılarıyıq, yalancılarıq, böhtancılarıq. Ona görə bu insanlar bizdən qaçır. Və bu çox yaxşı əlamətdir. Yəni biz o zaman danışan insanları tapmağa çətinlik çəkirdik. Ona görə ki, insanların inamı yox idi. Çox şükürlər ki, bir müddət keçdi, biz özümüzü təsdiq elədik və indi də şükürlər ki, Azərbaycanda yaxşı blogerlər var, yaxşı televiziyalar onlayn fəaliyyət göstərir, xaricdən də olsa. İndi insanlarımızın indi əksinə danışan insanlarımız o qədər çoxdur ki, bilmirik hansını dinləyək. Şikayətlənən, rejimi lənətləyən, tənqid edən insanlarımız çoxdur. Bu inam bərpa oldu. Yəni o baxımdan ki, Azərbaycan insanı axırı gördü ki, onun dərdini, sərini danışa bilən insanlar var. Hamı yalancı deyil, hamı bu hökumətin qulu, nökəri deyil.
Xülasə, bunu ona görə danışdım ki, günlərin bir günündə yenə bu Gül bayramı ərəfəsində biz Xalid Qarayevlə, bizim bu efirdə gördüyünüz dostumuzla çıxdıq şəhərdə sorğu aparmağa ki, insanları danışdıraq ki, Azərbaycan hakimiyyəti Gül bayramı üçün milyonlarla pul xərcləyir. 1-2 günə milyonlarla pul xərcləyir. Buna münasibətiniz necədir? Yayın istisi, yay deyil, üzr istəyirəm, mayda, amma mayda bildiyiniz kimi Azərbaycanda elə yay kimi keçir, çox istidir. 2-3 saat bu Elmlər Akademiyasının ətrafında girinc qalmışıq. Onu danışdır, bunu danışdır, o qaçır, bu qaçır. Əvvəlində dediyim kimi insanlar yayınır. Nəhayət 3-4 insanı danışdıra bildik bu Gül bayramı ilə bağlı. Yorulduq, artıq qərara gəldik ki, alınmır, insanlar danışmaq istəmir. Heydər Əliyevin ad günü, siyasi məsələ, qorxurlar insanlar həm də bəziləri. Ona görə qərara gəldik ki, əşyalarımızı toplayıb, qaydaq, gedək, çəkdiklərimizi montaj edib, göndərək Qənimət Zahid onu yayımlasın. Bu məqamda dedim ki, Xalid, gəl bəxtimizi bir də sınayaq, bir nəfərə də yaxınlaşaq, danışar, danışmaz da heç danışmasın. Bu minvandan Elmlər Akademiyasının o bağında gəzən, bax bu cənabı indi efirə gətirək, bu sahibi gördük və yaxınlaşdım birinci ki, qardaş biz filan kəslərik, filan mövzu ilə bağlı, yəni bu Gül bayramı ilə bağlı açıqlamalar öyrənirik, açıqlamalar alırıq, insanlardan rəy soruşuruq. Əgər məqbul bilirsinizsə, sizin də fikrinizi öyrənək. Dərhal razılaşdı, dedi ki, hə, pis şeydir bu yaxşı deyil, bu adamların pulun belə xərcləmək olmaz. Xalid mənim şahidimdir, yəni yalan desəm vicdanlı adamdır, girib məni təksib eləyə bilər. Bunu ona görə danışdırıram ki, bəziləri mənə yazır ki, bu uydurmadır, bu adam hardan tapıbsınız, yalandır, alladıbsınız onu. Vicdanına bıraxıram hər kəsin. Hadisə belə cəryan etdi. Mən yaxınlaşdım, dedim ki, Gül bayramı ilə bağlı mövqeyin nədir? Dedi ki, pisdir. Dedim, onda icazə ver, mikrofonu yaxana taxaq, sən münasibət bildir. Mikrofonu qoşduq, çəkilişə başladıq və çəkiliş zamanı bu sahib 180 dərəcə başqa bir mövqe göstərdi. Yəni, indi mən qoyacam onun dediklərini də eşidək, bir xeyli güldürdü bizi. Yəni, çəkiliş gedə-gedə mən bir anlıq şok yaşadım. Həm gülmək istəyirəm, gülə bilmirəm, həm də təəccüblənirəm ki, insan saniyələrin içərisində kamera qoşulan kimi necə dəyişə bilər? Yəni, baş aça bilmədim, amma sahib bu xidməti ilə bir tarix yaratdı. Bugün də insanlar həmin videonu heç bilmirlər kim çəkib, necə çəkib. Əslində mən nə də Xalid bunun marağında da deyilik ki, bunu paylaşanda desinlər ki, Xalid çəkib bunu və yaxud da Natiq çəkib, danışan kimdir. Hətta bəzi insanlar olub ki, bu videonu mənə göndəriblər ki, bəy baxcınam, bu maraqlı bir şeydir bu. Mən demişəm ki, orada danışan özüməm belə, mən özüməm. Bəziləri inanmayıb, hətta ən yaxın dostlarım belə. Xülasə, bu video o zaman yayıldı, mən yaydım. O zaman hələ sosial şəbəkələr, YouTube indiki qədər populyar edildi. Milyona yaxın insan buna baxdı, sahib də əsəbləşmişdi. Sonra məni təksib edən bir videoda çəkmişdi ki, güya biz ASTV kimi gəlib onu allatmışıq və bu videonu çəkmişik. Əlbəttə ki, bunlar onun özünün müdafiə cəhdləri idi. Ən qəribəsi nədir, əziz dostlar? Təxminən 2 il bundan əvvəl bizim Ukraynada fəaliyyət göstərən bir dəyərli el oğlumuz var, Yalçın Qəhrəmanlı. Mən bu videonu paylaşanda Yalçın bəy girdi, yazdı ki, dostlar, buna çox lağ eləməyin, çox təni eləməyin. Çünki sahib biraz ağıldan o məsələdir. Mən əgər belə deyilsə, sahibdən də onun əzlərindən də üzrxahlıq edirəm. Mən insanlara elə şeyinə görə təni eləmək, lağ eləmək əxlaqında olan insan deyiləm. Yəni Yalçın bəyin yazdığını deyirəm ki, Yalçın bəy dedi ki, onun biraz psixoloji problemləri var.
Ona görə nəzərə alın. Mən açığı Yalçın bəyə çox böyük hörmətimə rəğmən bu iddianı o qədər əsaslı bilmirəm. Niyə görə? Bir zamanlar bu Azərbaycanın yazarı var, Seymur Baycan. O yaxşı bir söz demişdi. Demişdi ki, Azərbaycanın dəliləri də ağıllıdır. Dəliləri də tədbirlidir. Nəyə görə? Xüsusən o dəliləri ki, bizə dəli kimi, o insanları ki, bizə dəli kimi təqdim edirlər. Deyirlər, fikir verməyin, bu git-git söhbətlər eləyir. Çox ciddiyə almıyor. Seymur Baycan demiş ki, yaxşı, filankəsləri deyirlər ki, dəlidir. Amma o adamlar niyə görə öz çıxışlarında söhbət adi insanlardan getmir. Seymur tanınmış şəxslər deyir. Dəlisov. Deyir, niyə görə o Dəlisov insanlar bir dəfə danışanda, nəzarətsiz danışanda Heydər Əliyevi pisləsinlər, İlham Əliyevi pisləsinlər, ölkənin o yiyələri Ramil Subovu, Zakir Qaralovu o zaman üçün pisləsinlər, lənətləsinlər, ağızlarından çıxan desinlər. Niyə demirlər? Ancaq tutaq ki, yetim, yesri, xalqı, müdafiəsi zəif olan insanları dəlicəsinə, dəlisovcasına lənət deyirlər. Deməli, həmin insanlar əslində dəli yox, çox ağıllıdırlar. İndi bu sahibin də əgər elə bir problemi var idisə, niyə görə kamera işə düşən kimi başladı xalis yapçı kimi danışmağa? Ona görə mən bu məsələni dərin şərh eləmək istəmirəm, amma istədim ki, bu videonun ərsə gəlmə tarixçəsini sizə danışım. Biləsiniz ki, burada heç bir səhnələşdirmə, heç kimi aldatma, heç kimin zəifliyindən istifadə edib onu tamaşalaşdırma cəhdi olmayıb. Nəql elədiyim kimi bir reportajın təsadüfi qurbanı oldu sahib. Yenidən sahibin o məşhur çıxışını izləyək və bu gündən bağlı, bu çəkilişlə bağlı fikirlərinizi sizə dəvət edirəm ki, şərh bölməsinə yazasınız. Danışır sahib. Gül bayramı keçiriləcək. İqtisadçıların hesablamasına görə bu bayrama hər il bir gündə 12 milyondan çox dövlət vəsaiti xərclənir. Sizin bu vəsaitin xərclənməsinə münasibətiniz necədir? Bunu necə qiymətləndirirsiniz? Mən bunu qəşəng qiymətləndirirəm. Bu gül bayramı bizim cənab prezident yaxşı deyibdir, bunu iştirak edin, belə gül bayramı. Hər yerdə də bunda eləmək, hamı eləməlidir. Bunu keçirməlidir. Bu qəşəng şeydir. Qəşəng şeydir. Mən həvəslənirəm ona görə. Mən onu özüm də evdə keçirdirəm. Bilmirəm, bu xalis yapçılar da bu gül bayramını evdə keçirə bilir, yoxsa yox. Sahib deyir ki, mən evdə keçirdirəm. Necə keçirilir, indi özü izah edəcək. Formada keçirdirirsiniz, məsələn. Belə ailəmizi yığırıq, güllər alırıq. Bir anlıq təsəvvür edin ki, bu müsahibəni götürəndə mən nə halda idim. Sonra qoyuruq, Allah verəndən pişiririk, yeyirik, təbrik edirik bu bayramı. Cənab prezident də yad edir. Cənab prezidenti də bəli yad edirik, İlham Əliyev cənablarını, bir də Mehriban xanım onu da. Ölkə Hələ o zaman Mehriban vitse-prezidentlər idi. Gör, vitse-prezident olsaydı, bu dostumuz necə bəlağətli çıxışlar, cümlələr qurardı. İctimaiyyətində belə bir fikir var ki, bu gül bayramı ilə bərabər cənab prezidentə də, onun xanımına da xüsusi bayramlar keçirir. Onun da cənab prezidentin bayramını da təbrik edirik. Yox, ayrıca bir bayram kimi keçirilmə təşəbbüsü var ki, məsələn, onların da ad günümü və yaxud da hansısa bir xüsusi günü onların da ad gününə ayrılsın, Respublika səviyyəsində bayram olunsun. Onlar ad günü keçirdəndə, gül çiçək bağışlayanda da belənçə. Mənim sualımı heç vezinə almır, elə beynində nədir onu danışır. Onlar həvəslənirlər, belə sizə deyim ki, ürəklənirlər ki, deyirlər ki, bizim belə millətimiz var, bizə həvəsləndirir. Sizcə Azərbaycan xalqı ulu öndərə layiq olan formada bu bayramı keçirdə bilirmi? Yəni, onun ruhu şad olurmu bu bayram? O şad olur, əlbəttə ki. Onun ruhu həmişə də şad olacaqdır, yada da salınacaqdır. Belə əziz dostlar, bu sahibi idi mənim və dostum Xalidin Azərbaycan Saatı üçün çəkdiyi reportajın təsadüfi qurbanı. Sağ olun, sağlıqla qalın. Növbəti proqramlarda görüşənə qədər.